Kişi məlakəni fahişəyə çevirən deyil. Kişi fahişəni məlakəyə çevirəndir. Bu sitat 1993-cü ildə lentə alınan Təxminə filmindən. Azərbaycan və Türkiyənin ortaq çəkdiyi bu filmdə bir sevgi hekayəsi anlatılır. Azərbaycanın görkəmli rejissoru Rasim Ocağovun əsərlərindən biridir. Filmdə iki gəncin uğursuz bir sevgi tarixçəsindən danışılır. Zaur filmdə ailənin yeganə oğlu, Təxminə isə əvvəllər uğursuz bir ailə həyatı qurmuş, sonradan isə boşanmış bir qadın xarakterini canlandırıb. Zaurun ailəsi bu evliliyə qarşı gəlir. O zamanlar jurnalistlər, televiziyada çalışan qadınlar daha özgür olduqları üçün onların həyat tərzi ailə həyat tərzinə uyğun deyil. Lakin Zaur anasına qulaq asmır, Təxminə ilə sevgili olur. Bir müddət Təxminənin evində yaşayır. Təxminənin evində yaşadığı zaman Zaurun anası ona şantaj eləyir. Atası sənə avtomobil alacağam, evə dön və belə tarixcə davam edir. Lakin sonda ailənin dediyi olur. Zaur evinə geri dönür və o zaman belə bir sitat söyləyir. Əsl kişi mələyi fahişəyə çevirən deyil, fahişəni mələyə çevirəndir. Və bununla da onlar ayrılırlar. Anasının dediyi qızla evlənir, lakin Təxminəni unutmur. Bir günləri eşidir ki, Təxminə ağır xəstələnib və dünyasını dəyişib, vəfat edib. Nəticədə nə olur? Subay bir kişinin boşanmış bir qadınla evliliyi idi ki, cəmiyyət buna qarşı çox gəlir. Cəmiyyətin bir yarasını Azərbaycanın məşhur yazıcısı Anar ssenari yazıb Təxminə filmini çəkib ortaya çıxardırlar. Bir faktı da nəzərinizə çatdıraq ki, filmdə Təxminə rolunu Türkiyənin məşhur aktrisası Məral Konrad canlandırıb. Zaur rolunu isə Azərbaycanın xalq artisti Fəxrəddin Manafov oynayıb. Mudloqu takib etməyi unutmayın.